Lalə müəllimə, səsinizi açın. Bəli müəllimə. Axşamınız xeyir olsun bir daha. Axşamınız xeyir. Demək, Lalə müəllimə, məktəbə qədər təhsilin məqsəd və vəzifələri nələrdir? Məktəbə qədər təhsil, ilk öncə deyək ki, məktəbə qədər təhsil nədir? Məktəbə qədər təhsil, məktəbə qədər yaşlı uşaqların intellektual, fiziki, mənəvi inkişafına xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin formalaşdırılması prosesidir. Məktəbə qədər təhsilin əsas vəzifəsi və məqsədi məktəbə qədər yaşlı uşaqları hər tərəfli inkişafını təmin etmək, onları fiziki, idraki, sonra intellektual, sosial və emosional cəhətdən inkişaf etdirmək və məktəb təliminə hazırlamaqdır. Doğrudur. Bəs məktəbə qədər təhsildə, demək, bağçalarda hansı dildən istifadə edilir? Uşaqlara hansı dillər öyrədilir? Əsasən məktəbə qədər təhsil müəssisəsində aparıcı dil Azərbaycan dilidir. Ancaq bununla bərabər digər dillərdən də istifadə etmək olar. Müstəqil şəkildə istifadə etmək olar. Doğrudur. Bəs məktəbə qədər təhsil neçə yaş əhatə edir? Məktəbə qədər təhsil 1-6 yaşlı uşaqlara əhatə edir. Doğrudur. Gün rejiminin komponentlərini deyə bilərsiniz. Gün rejiminin komponentləri uşaqların yuxu, qidalanma, yuxu, gəzinti, tədris məşğələləri, gəzinti, yuxu, qidalanma və ayrı nə idi? Bunlar yadımdan çıxdı. Uşaqların qidalanması. Oyun fəaliyyətini bildirdiniz. Bəli dedim, oyun, tədris fəaliyyəti bir də dedim. Məşğələlər yəni. Açıq havada gəzintidir, qidalanmadır. 5 dənə olmalıdır. Bəli müəllimə. Bəli müəllimə, onda dedim onları. Demək. Səriştələr sözünün mənası nədir müəllimə? Səriştə müəllim elə bil ki, yanaşma deməkdir də, dünya görüşü deməkdir. Bacarıqlar deməkdir. Bəli, bacarıqlar, bəli. Bəs səriştələr hansı yaş qruplarında uşaqlarda artıq formalaşmalıdır? Bütün bizim öyrəndiyimiz səriştələr hamısı artıq o yaş qrupunda uşaqlarda formalaşmalıdır. Məktəbə hazırlıq qrupunda. Müəllimə, məktəbə hazırlıq qrupunda. Doğrudur. Bəli. Bəs portfolio nə məqsəd daşıyır müəllimə? Portfolio nələr daxildir? Müəllimə, portfolio uşaqların əl işləridir, gündəlik tədris məşğələlərində məşğul olduğu fəaliyyətlər zamanı və yaxud da ki, fəaliyyətlə məşğul olan zaman onların foto şəkillərini, onlar haqqında məlumatların saxlandığı qovluqdur portfolio. Bundan başqa portfolioda yerləşir uşaqların inkişaf cədvəlləri, valideynlər haqqında məlumat, sonra ayrı nə idi? Cədvəllər dedim. Yox, bir də cədvəllər var idi. Müəllimlər ki, əvvəlcədən hazırlanmış fəaliyyətlər var idi. Fəaliyyət olsun, rəsm olsun, yarımçıq işlər var. Səviyyəsi cədvəllər onu deyirsiniz? Bəli, müəllimə. Doğrudur, müəllimə. Bəs müəllimə, axırıncı sual da verim sizə. Qiymətləndirmənin və dəyərləndirmənin əsasını təşkil edən tələblər nələrdir? Yəni, siz bir tərbiyəçi müəllimi olaraq qiymətləndirməni edərkən hansı tələbləri nəzərə alırsınız? Qiymətləndirmə edən zaman uşaqların həm fiziki, əqli inkişafını, bir də onun təhsil nailiyyətlərinin qiymətləndirilməsi nəzərə alıram. Yəni ki, uşaqların əsasən indiki və əvvəlki
e, belə deyim, göstəricilərinə baxıram. Ona uyğun Doğrudur. apararam qiymətləndirməni. Sonra müsbət şəraitdə apararam. Uşaqlarda mənfi əhval-ruhiyyə yaratmadan aparılmalıdır. Sonra şəxsiyyətə yönəlik olmamalıdır qiymətləndirmə. Bir də uşaqları qiymətləndirən zaman uşaqlar digər yoldaşlarının da rəyi nəzərə alınmalıdır. Ancaq dəyərləndirmə isə elə bir uşaqların inkişafının elə bir təhlil edilib nəticə çıxarılması deməkdir dəyərləndirmədə. Bundan başqa dəyərləndirmənin də dedik 3 növü var idi. Diaqnostik dəyərləndirmə, inkişafın izlənilməsi və yekun hesabat. Bunlar haqqında məlumat verim yoxsa? Yox müəllimə, çox sağ olun. Təşəkkür edirəm. Siz də sağ olun. Başqa hansı müəllimə danışmaq istəyir? Demək, Vəfa Şükürova. Salam müəllim, axşamınız xeyir. Salam müəllimə, axşamınız xeyir olsun. Demək, müəllimə, məktəbə qədər təhsil hansı prinsiplər əsasında idarə olunur? Məktəbə qədər təhsil aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında idarə olunur. Doğrudur. Müəllimə, necə didaktik prinsipimiz var? 9 didaktik prinsipimiz var. Sayın hər birini. Bəli, sayın. Nəticə yönümlülük, şəxsiyyət yönümlülük, inteqrativlik, uşaq yönümlülük. Bunlar yadımda qalanlar bunlardır, bunları saya bildim. Təkrar edin, çünki soruşurlar müsahibədə. Bəs müəllimə, öyrənmə tərzləri haqqında nə deyə bilərsiniz? Öyrənmə tərzləri VAKO sisteminə uyğun olaraq vizual, audial, kinestetik olmaqla qruplara bölünür. Doğrudur. Bəs hansı iş formaları var və siz bir tərbiyəçi müəllimi olaraq hansı iş formalarına daha çox yönələrsiniz? İş formaları müxtəlifdir. Cütlərlə, fərdi, qruplarla, kollektiv. Mən müəllim olaraq çalışaram ki, bütün uşaqlarla fərdi şəkildə məşğul olum və onların inkişafını daha yaxşı izləyim. Ona görə fərdi iş üsulundan, iş formasından daha çox istifadə edirəm. Bəs illik planlaşdırma dedikdə nə başa düşürsünüz müəllimə? İllik planlaşdırma il ərzində məşğələlərin keçirilməsi, hansı məşğələnin hansı qrupda, hansı yaş üçün keçiriləcəyini əvvəlcədən planlaşdırılması deməkdir və məktəbəqədər təhsil kurikulumunun əsasında illik plan çıxarılır. Bu da il ərzində keçiriləcək dərslərin siyahısını özündə əks etdirir. Doğrudur. Bəs müəllimə, illik planlaşdırma ilə cari planlaşdırmanın nə kimi fərqi var? İllik planlaşdırma il ərzindədir. Buna digər adı da perspektiv planlaşdırmadır. Cari planlaşdırma isə gündəlik planlaşdırmadır. Yəni gün ərzində keçirilən məşğələ. Burada cari planlaşdırmada qeyd olunanlar məsələn standart, mövzu, məqsəd, inteqrasiya, iş forması, resurslardır. Ancaq perspektiv planlaşdırmada məşğələ, mövzu, inteqrasiya, resurs, tarix olmaqla qeyd olunur. Fərq bir dənə ondadır ki, perspektiv planlaşdırmada tarix qeyd olunur və məşğələnin adı qeyd olunur, ancaq cari planlaşdırmada tarix qeyd olunmur.
Bəs müəllimə, məşğələnin qruplar üzrə müddəti nə qədərdir? Məşğələ birinci və ikinci qrupda 15 dəqiqə, orta qrupda 20 dəqiqə, böyük qrupda 25, məktəbə hazırlıq qrupda 30 dəqiqə olmaqla bölünür. 1 ilə ikinci qrupda neçə dəqiqə dediniz? 15 dəqiqə. Birinci kiçik qrupda 10 dəqiqədən başlayır və müəllimə 5 dəqiqə atmağa davam edir. Faiz. İkinci kiçik qrupda artıq 15 dəqiqə olmuş olur. Çox sağ olun Vəfa müəllimə, təşəkkür edirəm. Müəllimə, siz müsahibəni hələ görməmisiniz, hə? Çox sağ olun. Xeyr, hələ Qazax topuza çağırış gəlməyib. Elə onu gözləyirik. Hə, bildim. Oldu, çox sağ olun. Siz sağ olun. Yeganə Hüseynova. Bir daha salam müəllimə. Salam müəllimə. Demək, sizin də bunu verim. Müəllimə, məşğələlər qruplar üzrə həftəlik nə qədər keçirilir? Qruplar üzrə məşğələ sayı deyirsiniz də? Bəli, həftəlik olaraq. Həftəlik olaraq birinci kiçik qrupda 6 məşğələdir, ikinci kiçik qrupda 8, orta qrupda 10, böyük qrupda 10, məktəbə hazırlıq qrupunda isə 12. Doğrudur. Bəs müəllimə, formativ qiymətləndirmənin mexanizmi nədir? Formativ qiymətləndirməyə biz aid edə bilərik. Müşahidə, müsahibə, portfolio, şifahi soru, bir də fəaliyyət məhsullarının təhlili. Bəs müəllimə, müşahidə deyilsə nə başa düşürsünüz? Müşahidə iki cür olur. Gündəlik və dövrə müşahidə. Gündəlik müşahidə, biz müşahidə aparan zaman uşaqlara bildirməməliyik. Biz müşahidəni o məqsədlə aparırıq ki, uşaqların şəxsi potensialını öyrənmək üçün, uşaqların şəxsi inkişafını izləməsi üçün ki, uşaqlar nə dərəcədə inkişaf edir. Müşahidə obyektiv olmalıdır. Doğrudur müəllimə, doğrudur. Bəs müəllimə, cari planlaşdırma haqqında danışa bilərsiniz? Cari planlaşdırma həftəlik planlaşdırmadır. Yəni bir həftə boyu keçirilən məşğələlər planlaşdırılır. Bir həftə boyu. Bura aiddir. Biz cari planlaşdırmada qeyd edirik standart, mövzu, məqsəd, inteqrasiya, iş forması, iş üsulu və resurslar. Ancaq illik planlaşdırmada isə tarix qeyd olunur, bir də məşğələnin adı. Doğrudur. Bəs müəllimə, təlimin təşkilinə verilən pedaqoji tələblər nələrdir? Təlimin təşkilinə verilən pedaqoji tələblər uşaq ləyaqətinə hörmət, uşaqların fiziki və psixoloji zorakılığın bütün formalarından qorunmasıdır. Sonra ailələrin təlimə cəlb olunmasıydı. Yəni daha sonra nələr aid idi? Təbiəti ilə və böyüklər ilə uşaqlar arasında əməkdaşlığın qoyulmasıdır. Uşaqların yaş və fərdi xüsusiyyətləri nəzərə alınmasıydı. Doğrudur müəllimə. Uşaqların məsələn müstəqilliyini biz təmin edirik, təşəbbüskarlıqdır. Buna da bura daxil edilir. Daha sonra Təşəbbüskarlıq. Bəs müəllimə, təhsil verən hüquq və vəzifələri nələrdir? Təhsil verənin hüquq və vəzifələri. Deməli, yəni tərbiyəçilərin də hüquq və vəzifələri, hüquqları ondan ibarətdir ki, şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək, mükafatlandırmaq və təltif olunmaq,
Daha sonra layihələrdə iştirak etmək, sonra bunların da qalıb. Vəzifələr isə uşaqlara bilik öyrətməkdir. İldə bir dəfə öz ixtisasını artırmaq idi vəzifəsi. Doğrudur. Yadımdan çıxdı mənim yerlərim. Uşaqları Azərbaycançılıq, dünyəvilik, yəni belə bu sahələrdə uşaqları təlim tərbiyəsi ilə məşğul olmaqda vəzifəsi. Doğrudur müəllimə. Bəs müəllimə, hüquq vəzifələrinin hamısını oxuyun, çünki ondan suallar verirlər. Bəs müəllimə, neçə inkişaf sahəmiz var? 4 inkişaf sahəmiz var. Birinci inkişaf sahəmiz fiziki inkişaf və sağlamlıq və təhlükəsizlikdir. İkinci inkişaf sahəmiz idraki inkişafı. Üçüncü inkişaf sahəmiz estetik və yaradıcı inkişaf. Dördüncü inkişaf sahəmiz isə sosial-emosional inkişafdır. Doğrudur. Bəs müəllimə, idraki inkişafla estetik yaradıcı inkişafı necə inteqrasiya edərsiniz? Məşğələ daxilində məşğələ qurum deyirsə, yəni ona aid, yoxsa necə? Yox, məşğələ qur demirəm. Yəni məşğələ qurarkən onu necə inteqrasiya edərsiniz? Deyək ki, məsələn 2.3-də sadə riyazi əməliyyatları yerinə yetirir. Deyək ki, uşaqlara sayma öyrətmək istəyirsiniz, amma uşaqda zəiflik var. Da öyrənə bilmir, çətinlik çəkir. Riyazi bacarıqlarla bağlı. Bunu estetiklə necə əlaqələndirərik? Mən müəyyən rəqəmlər ola bilər ki, məsələn, həm onu çəkə bilərəm, həm də ki, müəyyən rəqəmlər, rəngli rəqəmləri uşaqlara göstərirəm. Həm böyük qrupdursa əgər 1-dən 10-a qədər, kiçik qrupdur, orta qrupdursa əgər 1-dən 3-ə qədər, 5-ə qədər, yəni uşaqlara rəqəmləri göstərirəm və yaxud da özüm rəngarəng rəqəmlər çəkərəm ki, həm burada uşaqlar riyaziyyat məşğələsini öyrənmiş olurlar rəqəmləri, həm də ki, rəng anlayışını öyrənmiş olurlar və beləliklə də idraki inkişaf sahəsi ilə estetik inkişaf sahəsi arasında inteqrasiya etmiş olaram. Doğrudur. Həm də musiqi ilə də gedə bilərik. Ora musiqi də gedir. Bəs müəllimə, hansı iş üsullarımız var? İş üsulu. Əqli hücum var, şaxalandırma var, tapmaca var. Sonra klaster iş üsulu var. Başqa yadımda çıxdı. Bunlar yadımdadır. Bəs siz olsanız hansı iş üsullarından istifadə edirsiniz və nəyə görə? Mən olsam baxır məşğəliyə, baxır qrupuma, yaşa uyğun olaraq seçərdim. Yəni bir də məşğələmə baxır da, yəni mənim məqsədimə baxır ki, mənim məqsədim nədir burada? Beyin həmləsi var, uşaq klasterisi var. Əgər məşğələdə məsələn mən uşaqları tapmacadan istifadə edirəmsə, bu bütün qruplarda istifadə etmək olar. Tapmacadan istifadə edirəmsə, məsələn, uşaqların düşüncəsini formalaşdırmaq üçün. Yəni bir sözlə də mən məqsədimdən asılı ola bilər ki, mən hansı iş üsulundan istifadə edirəm. Doğrudur müəllimə, çox sağ olun, təşəkkür edirəm. Siz sağ olun müəllim. Buyurun. Başqa danışmaq istəyən var müəllimə? Başqa danışmaq istəyən yoxdursa o zaman sağollaşaq. Təminə müəllimə. Buyurun müəllimə. Salam müəllim, axşamınız xeyir. Salam müəllim, axşamınız xeyir olsun. Demək sizə görüm nə sual verim. Portfolionun neçə hissəsi var müəllimə? Yəni hansı hissələrdən ibarətdir? Portfolionun hansı hissəsi var? Bəli. Yəni portfolioya nələr daxil? Bəli.
Bəli, elə məsələn sizə deyə bilərlər ki, portfolyo hissələr haqqında danışın. Yəni çaşmayın, qulağınız örgəşsin deyə mən sizə bu sualı verirəm. Bəli. Portfolyoya nələr daxildir? Portfolyoya iş nümunələri daxildir, ailə məlumatları daxildir. Daha sonra deməli uşağın foto şəkilləri, uşağın əl işləri daxildir. Daha sonra ailə məlumatlarını dediyim, yəni uşağın bütün məlumatları orada olur da müəllimə. Portfolyoda yəni uşağın ünvanı olsun, yəni əl qabiliyyətləri olsun, telefon nömrələri olsun, şəkilləri olsun, bütün bacarıqları hamısı portfolyoda yerləşir. Doğrudur müəllimə. Biz uşağı görmədən belə artıq portfolyosuna baxaraq da onu tanımış ola bilərik. Uşaq nələrə qadirdir, nə kimi bacarıqları var. Bəli. Bəs təminə müəllimə, qiymətləndirmə prosesini necə apararsınız bir tərbiyəçi müəllimi olaraq? Qiymətləndirmə prosesi əgər ilk öncə, yəni ilk qrupa daxil olaramsa, yəni yeni işə qəbul olaramsa, ilk öncə uşaqlarla adaptasiya prosesi olar. Yəni uşaqlar mənə öyrəşər, mən onlara müəyyən müddətdən sonra diaqnostik qiymətləndirmə apararam. Yəni uşaqların biliklərini bilmək üçün, yəni bacarıqlarını müəyyən etmək üçün diaqnostik qiymətləndirmə apararam. Daha sonra müəllimə şəxsi inkişafı izləmə, yəni təlimlərdə uşağın şəxsi inkişafı izləməsinə apararam. Yekunda isə müqayisə edə bilərəm, yəni əvvəlki ilə sonrakı bacarığını, yəni müqayisəsinə apararam. Doğrudur müəllimə. Bu sualı da verim. Bəli müəllimə, müqə hazırlığı həyata keçirəcəm. Belə fərdi şəkildə də hazırlıq keçirilir, amma ödənişsiz qruplarda da keçəcəm. Daimi olmasa da çalışdığım qədər keçməyə çalışacağım. Bəli. Mən üzr istəyirəm. Olar ki, situasiya tipli mənə sual verəsiniz. Mən biraz situasiya tipli də biraz çətinliyim olur. Belə çərçivədən müəyyən qədər bildiklərimi deyə bilərəm. Amma situasiya tipli, yəni psixoloji suallarda biraz elə bilirəm ki, tam onları qane edəcək bəlkə cavab verə bilmərəm. Yaxşı. Necə istəyirsiniz? Yaxşı qızım, gözlə. Deyək ki, müəllimə bir valideyn olur və sizin metodu bəyənmir. Qrupunuza gəlir və sizə şikayət eləyir ki, ay müəllimə, siz düzgün metod keçmirsiniz. Siz öz metodunuzu qoyun qırağa, mən dediyim metodla keçin. Nə edərsiniz? Müəllimə, bu zaman mən ona yəni dövlətin verdiyi standartları yəni göstərərəm. Bildirərəm ki, yəni dövlətin qoyduğu qayda qanunla, yəni standarta uyğun uşaqları çatdırmalıyam. Bu yöndən uşağa bir təlim keçməliyəm də. Mən belə bildirə bilərəm. Yəni dövlətin qoyduğu standart nədirsə, mən o cür keçməliyəm də. Yəni dövlətin standartından kənara çıxa bilmərəm. Bu yöndən belə izah edə bilərəm valideynə. Doğrudur müəllimə. Yəni bizə verilən müəyyən bir dövlət standartları proqramı var. Onun əsasında keçirik təlimimizi. Həm də ki, valideyn də fikrini alaram. Onun da nə kimi fikirləri var, nə kimi ideyaları var, onu da öyrənməyə çalışaram. Əgər görürəm ki, onun da verdiyi ideyalar, fikirlər bizim proqramımıza uyğundursa, təbii ki, onu da tətbiq etməyə çalışaram. Tək ki, valideyn də məmnun ola bilsin. Belə deyə bilərik müəllimə. Yəni ilk öncə valideyni dinləyərəm, fikrinə hörmətlə yanaşaram. Əvvəldə belə deməli eləmədimə. Doğrudur. Və valideynə izah etməliyəm. Yəni və valideynə izah edərsiniz və sonra da mən dediyim cümləni də deyə bilərsiniz. Bəli müəllimə. Bəs müəllimə, otaqda xaos baş verərsə, bu zaman nə edərsiniz? Otaqda xaos baş verərsə, mən bunu belə demək olar ki, yəni mənim qrupumda belə hal baş verə bilməz. Çünki tərbiyəçi müəllim əvvəlcədən qayda, prosedur qoyur. Yəni uşaqlar əvvəlcədən bilirlər də necə etmək lazımdır. Yəni
qayda, prosedur olduğu halda, yəni uşaqlarda xaos yarana bilməz. Mən belə düşünürəm ki, ola bilməz, yəni. Nizam intizamlı olar da, uşaqlar qayda prosedura əməl edərsə, Aha, doğru. xaos yaran. Əgər deyək ki, belə bir hal oldu da, baş verdi. Bəs onda nə edərsiniz? Uşaqların çalışaram müəllimə diqqətini cəlb eləyim. Uşaqların özümə cəlb eləyim. Yəni maraqlı nələrsə danışmaqla, ya oyunla uşağı özümə cəlb etməyə çalışaram. Uşağı özümə cəlb etsəm, uşaqlar da təlimə cəlb olar. Yəni xaos yaranmaz. Doğrudur müəllimə. Bəs müəllimə, fərdi işi nə üçün keçirirlər? Fərdi işi müəllimə uşağın potensialını müəyyən etmək üçün hər bir uşağın müxtəlif potensialı ola bilər. Yəni ola bilər, nə ola bilər? Bir uşağın yəni potensialını kəşf etmək üçün fərdi iş aparıla bilər. Doğrudur. Demək deyək ki, müəllimə, qrupunuzda bir uşaq var və görürsünüz ki, bu davamlı olaraq yoldaşlarına nalayiq sözlər işlədir tez-tez və bu zaman siz nə edərsiniz? Nalayiq sözlər işlədir. Müəllimə, mən müəllim olaraq çalışaram təmkinli olum. Yəni ola bilər ki, uşaqdır ya məsələn ailədə o sözü eşidə bilər, ya hardasa çöldə eşidə bilər. Yəni uşağa mülayimcəsinə izah edə bilərəm ki, yəni bu cür danışmaq olmaz. Belə yox, belə daha yaxşı danışmaq lazımdır. Bu cavab gəlir ağlıma. Başqa belə bilmirəm müəllimə. Uşağa yaxınlaşaram. Müəllimə, siz şəxsiyə yazın mənə. Zəhmət olmasa. Demək uşağa yaxınlaşaram. Təbii ki, təmkinliyimi, səbirliyimi qoruyaram. Və uşağa bu sözlərin doğru olmadığını, bizim sözlərimiz yoldaşlarımızın da qəlbini incidə bilər və uşaqda empatiya bacarığını formalaşdırmağa çalışaram. Necə ki, və empatiya bacarığı formalaşdıraraq deyərəm ki, əgər fikirləş ki, o söz sənə deyilsə, sən özünü necə hiss edərsən? Bax, sənin sözlərin də onun qəlbinə pis toxunur, ona pis təsir edir, pis sözlər istifadə etmək olmaz. Biz burada bir ailə kimiyik və ailəsi ilə də əməkdaşlıq edərəm. Ailəsi ilə əməkdaşlıq edərək də, çünki ola bilər ki, bu nalayiq sözləri, əgər bizim qrupumuzda bunlar istifadə edilmirsə, təbii ki, uşaq evdən bağçaya, bağçadan evə gedib gəlir də. Və uşağın formalaşdığı mühitdə ilk öncəliklə ailə olur. Valideynlə də əməkdaşlıq edərəm və valideynə də uşağına çox baskı etmədən də əməkdaşlıq nəticəsində bu kimi pis nəticələrin, yəni pis hərəkətlərin aradan qaldırılmasına təbii ki, əməkdaşlıq edib aradan qaldırılmasını sövq etməliyik. Bəli, müəllimə. Deyək ki, müəllimə, uşaq rəsmdə yalnız qara rəngdən istifadə edir. Bəs siz bunu necə dəyərləndirərsiniz? Mən belə ümumilikdə baxanda qara rəng neqativ rəng kimi qiymətləndirilir. Amma bəlkə ola bilər ki, bu uşağın sevdiyi rəng ola bilər. Ona görə yəni dərhal uşağa yəni təpki göstərmərəm də. Yəni ola bilər ki, yəni uşağın sevdiyi rəng ola bilər. Rəngarəng məsələn rəngarəng klaskalar, rəngarəng karandatlar da göstərərəm. Yəni rəngbərəng də yəni deyərəm, bir rəngbərəng də edə bilərik. Amma yəni uşağı baskı etmərəm də, niyə qara edə bilərim? Ola bilər ki, qara rəng uşağın sevdiyi rəng ola bilər. Doğrudur müəllimə. Başqa nə bu suala? Bir tərbiyəçi müəllimə olaraq müəllimə, biz daim uşaqları müşahidə etməliyik. Biz əgər görəriksə ki, uşaq mütəmadi şəkildə daim rəsm dərsində qara rəngdən istifadə edirsə, bu ola bilsin ki, uşaqlarda müəyyən bir travma ilə olsun, bağlı bir psixoloji problemlə də ola bilər, evdə olan münaqişələr ola bilər ki, uşağa sarsıntı, pis təsir etmiş ola bilər.
Yəni bunu həm biz valideynlər, həm psixoloqla əməkdaşlıq nəticəsində bunu müşahidələr aparmalıyıq, uşağı danışdırmalıyıq, valideynlə, psixoloqla. Yəni əməkdaşlıq nəticəsində görsək ki, bu müəyyən bir travma ilə bağlıdır, bunu aradan qaldırmaq lazımdır. Yox, əgər müşahidə ediriksə ki, bu bir dəfə, iki dəfə baş verir. Təbii ki, bu ola bilsin ki, uşağın rəngə qarşı olan sevgisindən, empatiyasından da qaynaqlana bilər. Yəni bu bizim artıq müşahidəmizin nəticəsində bu məlum olur. Bəli. Demək, Təminə müəllimə, sizcə uşağın səhv etməsinə icazə vermək doğrudur yoxsa yanlışdır? Bəli, müəllimə. Səhv etməsinə icazə verə bilərik. Hətta bu Montessori nəzəriyyəsində də var ki, uşaq oyuncağı, yəni səhv qurarsa özü təzədən yenidən korreksiya edir, yenidən qurur. Yəni uşağa səhv etmə imkanı verə bilərik ki, yəni özü kəşf etsin, özü yenidən qursun. Bu uşağın inkişafı üçün daha da yaxşıdır. Doğrudur müəllimə. Demək, Təminə müəllimə, yalnız deyək ki, siz mükafat və cəza üsulundan istifadə edirsiniz də, sizcə bu doğrudur yoxsa yanlışdır? Bunun nə kimi nəticələnə bilər dərs fəaliyyətinizdə, uşaqların yəni ki, irəliləyişlərində? Yalnız mükafat və ya yalnız ikisindən birini seçirəm müəllimə. Yox müəllimə, deyək ki, uşaqlara yalnız ya mükafatlandırırsınız, ya cəza verirsiniz də. Bu hər ikisini. Müəllimə, cəza ümumiyyətlə daha çox çalışmalıyıq ki, cəza verməyək. Cəza da olanda bu ədalətli cəza deyərək adlandırılır. Yəni ədalətli cəza da o zaman ola bilər ki, məsələn, uşaq nəyisə tutaq ki, kraskanı tökürsə yerə, yəni bu ədalətli cəza olaraq onu uşağa yəni təmizlətməlisən də. Uşağa xoş dillə, mülayimcəsinə. Yəni əgər bunu uşaqda minus kimi görməsək biz, uşağa etdirməsək, uşaq ikinci səfər təkrar bir başqa səhvə edə bilər. Mən belə başa düşürəm, amma mükafat daha yaxşı olur. Yəni cəzadan daha üstündür. Mükafatlandıran uşağı daha da motivasiya etmək olar. Amma hər zaman da mükafat olmağı deməzdim. Çünki uşaq nəyisə etmək üçün mükafata görə edə bilər. Yəni balansı qorumaq lazımdır müəllimə. Ay sağ olun. Bax, axırıncı cümlənizi mən əslində almaq istəyirdim. Yəni demirəm, mükafat mı istifadə edərsiniz o cəza üsulundan. Yəni deyirəm ki, dərs prosesinizi yalnız mükafat və cəza üslubunda qursanız, təbii ki, artıq bu uşaqlar öyrənməyə maraq göstərməyəcəklər. Deyəcəklər ki, qoy mən mükafatlandırırım müəllimə tərəfindən. Qoy 5 qiymət alım, qoy ulduz alım. Ancaq uşaqların şüuru burada olacaq. Deməyəcəklər ki, nəsə yenilik öyrənin və yaxud da siz nəsə bir yenilik tətbiq eləyəndə artıq uşaqlar ondan zövq ala bilməyəcək. Bəli, müəllimə. Bir dənə də sual verim sizə. Onu da sonlandıraq. Deyək ki, müəllimə, qrupunuzda valideyn gəlməyibdir və sizin də hələ ki valideyn bir məlumat verməyibdir. Ailələrdən biridir, yəni ki, valideynlərin digər üzvlərindən biridir. Gəlib sizə bildirir ki, mən gəlmişəm, məsələn, Aydanı bugün götürməyə. Siz onu valideynə verərsiniz, yoxsa yox? Yəni başqa bir adam gəlir, deyir ki, mən Aydanı götürmək istəyirəm. Bəli, o deyir ki, mən də valideynəm də, mən də ailənin bir üzvüyəm, mən də valideyn sayılıram. Xeyr, müəllimə, mən uşağın valideyni ilə əlaqə saxlayaram. Mənim qızımda da belə hal baş vermişdi. Müəllimə mənə zəng elədi, çox xoşuma gəldi onun məsuliyyəti. Yəni qohumu göndərmişdim. Müəllim mənə zəng elədi ki, yəni siz tanıyırsınız, yəni verə bilərəm uşağı. Mən dedim, bəli, narahat olmayın, mən də elə eləyərəm müəllimə. Əlaqə saxlayaram. Əgər ailə üzvü deyilsə, tanımadığım biridirsə, əlaqə saxlayaram, dəqiqləşdirərəm, ondan sonra uşağı təhvil edərəm. Doğrudur müəllimə. Qəti şəkildə olmaz. Bəli, müəllimə. Bəli, çünki acə bir nümunə də deyim. Elə ailələr olur ki, görürsüz ayrılır.
və ayrıldıqları dönəmlərdə belə görürsüz ana tərəf, yəni valideyn qəti şəkildə istəmir ki, digər tərəfdən uşağını gəlib götürsünlər. O gəlib götürsə belə, atası belə olsa, nənəsi belə olsa, yəni ki, burada ananın razılığı olmalı. Çünki uşaq kimlik himayəsindədirsə, yəni belə bir onlarda inşallah işləsəniz, valideyn olaraq ki, sizə bildirər ki, yəni biz ayrılmışıq, məndən icazəsiz heç kəs gəlib uşağımı götürməsin. Çünki belə hallarda olur. Ata təkidlə yanaşsa da, gəlib nənəsi, babasıyam desə belə, yəni valideynin icazəsi əgər yoxdursa, biz buna qəti şəkildə yəni yol verməməliyik. Müəllimə, sual bəs belə olsa, məsələn, desək ki, tutaq ki, siz də valideynə zəng edirsiniz, o valideynə zəng çatmır, uşağı götürmək istəyən adam israr edir ki, mən qohumuyam, ver aparım. Yəni, o valideynə də zəng çatmır, o da biz nə etməliyik? Xeyr, müəllimə, qəti şəkildə olmaz. Yəni, icazə yoxdur da, yəni. Bəli, bəli. Müdiriyyətə demək. Bilirsiniz necə anket doldurulur da ilk öncəliklə valideynlər gəldiyi zaman. Biz onda valideynlər məsələn orada bildirir ki, mənim övladım əgər mən gəlmirəmsə, hansı yəni ki, digər bir ailə üzvləri götürə bilər. Nənəsimi və yaxud da babasımı. Bu şəkildə ola bilər. Məsələn, sənin valideyn bildirər ki, mən icazə verirəm ki, ya atası götürsün, ya nənəsi götürsün. Bu iki şəxsdən başqa heç kəs. Çünki siz bunu deyirsiniz də ki, sizdən başqa kimlər olar? Anketlər doldurulur. Aha, bəli, müəllimə. Aha. Əgər yox, onlar tanımırsınızsa qəti şəkildə olmaz. Çünki biz bilmirik. İndiki zamanda da ki, Allah irəq eləsin, özümüz də tez işləyirik. Uşaq alverçiləri, uşaq oğurçuları o qədər çoxalıb ki, çünki ola bilər, həmin vaxtı valideynin zəngi çatmaya bilər və yaxud da başqa bir qonşu olar və yaxud da başqa bir adam olar, qohum əqrəba adı ilə gəlib uşağı alıb gedə bilər. Yəni bu sizin üçün də problem olar sonra. Yəni o olmaz qəti şəkildə. Bəli, müəllimə. Sübut eləyə bilməm müəllimə ki, aparan kim idi? Doğru. Allah rızalısın, çox qorxulu şeydi. Bəli, doğrudur müəllimə. Başqa kimsə danışmaq istəyir? Çox sağ olun, müəllimə. Buyurun müəllimə. Müəllimə, mən əl qalxıda bilmirəm. Hə, buyurun. Sual verin, nə biləcəm. Sizə də psixoloji suallar vereyim, yoxsa çərçivədən verim? Bilmirəm, baba, müəllimə, nə cürə verirsiniz verin. Yaxşı, onda qarışıq verim sizə də. Deyək ki, müəllimə, qrupunuzda az təminatlı bir uşaq var və o bağçaya gələ bilmir. Siz onu bağçaya yönləndirmək üçün nə edərsiniz? Valideyni ilə əlaqə saxlayaram, problemini öyrənərəm ki, niyə gələ bilmir. Çalışaram ki, imkanım daxilində məsləhət verim, kömək eləyəm. Bir tərbiyəçinin eləyə biləcəyi hətta. Amma başqa nəsə bir dəqiq cavabı varsa bilmirəm onu. Doğrudur müəllimə, valideynlə əməkdaşlıq etməliyik. Uşaq nəyə görə gələ bilmir və uşağın gələ bilməsi üçün də ki, müəyyən bir ideallarda fikirləşməlisiniz. Məsələn, sosial yardım uşağın ailəsi üçün, uşağın özü üçün təmin edilməsində şərait yaradaram. Qoy uşaq da geri qalmasın. Bəli. Həm maddi baxımdan, həm mənəvi baxımdan, yəni sosial yardım tələb etmək olar dövlətdən. Yəni xeyri məsləhətlər verməkdə bildiyimizdə. Bəli, doğrudur müəllimə. Müəllimə, deyək ki, qrupunuzda bir valideyn var, uşaqla birgə. Siz bir çox yaxşı metodlar irəli sürürsünüz. Deyirsiniz ki, məsələn, mənim bu metodum daha yaxşıdır ki, uşaqların inkişafına, tərbiyəsində önəmli rol oynayır. Amma valideyn də ki, ayrı bir metodla yanaşma tətbiq eləyir də. Siz görürsünüz ki, bu valideynin elədiyi yanaşma metodlar yaxşı uşağa təsir etmir. Əksinə, day da uşağa pis təsir edir. Və siz də bunu valideynə izah edirsiniz ki, ay valideyn, bu metod daha yaxşıdır. Və o da valideyn deyir, yox, elə mən dediyim yaxşıdır. Bu zaman nə eləyərsiniz? Mən yenə də söhbətlə, əməkdaşlıqla çalışaram ki, başa salım.
Mən işləyən valideyn müəllimiyəm. Yəni başıma da gəlib çox nərmə-nazik uşaq böyüdənlərə var. Yəni çox başa salmışam ki, olmaz belə. Yəni uşağın yaşıdları ilə bərabər olmalıdır, yaşıdların kimi hərəkət eləməlidir. Bu qədər qorumaq olmaz, bu qədər üstün dəsmək olmaz. Müəllimələrdə, kollektivdə, dairədə hamı onun yaxşılığını istəyir. Yəni o yoldaşları kimi oynamalıdır, açıq havada gəzməlidir, məşğələrin iştirak eləməlidir. Yəni bir oğlan uşağı qız kimi nərmə-nazik böyütmək olmaz. Düzdür, bu biraz gender probleminə gedir. Çıxardır, amma ki, həqiqətən belə bir valideynlə də rastlaşmışam. Doğrudur müəllim. O gender bərabərliyinə düz deyirsiniz. Baxın, indi çox zaman sosial şəbəkələrdə də qarşıma çıxır. Oğlan uşağı qız kimi saçını uzadırlar. Bax, uşaqlıqdan bu gender bərabərliyini də sağlamaq lazımdır. Oğlan uşağı da artıq maraqlanır. Düzgün tərtibləmək lazımdır. Bəli, bax indi cinsiyyət dəyişkənlikləri Allah iraq eləsin baş alıb gedir. Çünki bu valideynlərin səhlənkarlığı görürəm mən bunu. Bəlkə də nənənin acığı gəldi. Mənim oğlum özü qazidir, müharibədə iştirak edib. Deyirəm, bax, vallahi mən onu əzizləməmişəm. Söz elədiyimiz kimi böyütməmişəm. Əgər mən söz dediyimiz kimi uşaq böyütsəydim, indi qorxaq olub bir kürzdə qalmışdı. Yəni, olmaz, gələcəyin kişisini yetişdiririk. Və yaxud qız uşaqlarda elə həmçinin çox nərmə-nazik, incə böyütmək lazımdır uşaqları. Uşaqlar o gözləyə baxdı uşağıdır. Bəlkə də mənimlə narazı olarlar. Müəllimələr. Amma baxdı uşağıdır. Az yaşda da olsa, məktəbə qədər yaşda da olsa, yenə də bəlkə başa düşməlidir. Öz problemlərini özləri həll eləməlidir. Bir az müstəqillik yerində vermək lazım uşaqlara. Düzdür müəllimə. Əslində balansı qorumaq lazımdır. İndi düzdür, çox da oğlan uşaqları məsələn olur, görürsüz elə valideyn olur, deyir ki, nənə babalar, əl dəymə, yox qoy bildirəsən. Elə babalar da olur ki, yox onu əsl kişi kimi qəddar. O qədər də olmaz. Neytral şəkildə saxlamaq lazımdır. Yəni oğlan uşaqları məsələn olur, görsən deyir ki, ağlama, kişisən sən, kişi ağlayar mı? Xeyr, biz uşaqlara hissləri belə ağlamaq belə olsa həm qadına, həm kişiyə xas olduğunu açıqlamalıyıq. Uşaqlara hər birini başa salmalıyıq. Düzdür mənim. Daha sonra deyək ki, Könül müəllimə, sizin qrup otağınızda məşğələ keçdiyiniz zaman işıqlar kəsilir və məşğələniz yarımçıq qalır. Bu zaman nə edərsiniz? Plakatlardan, vəsaitlərdən, yəni işığa ehtiyacı olmayan, elektrikə ehtiyacı olmayan vəsaitlərdən istifadə edirəm. Doğrudur. Belə. Doğrudur müəllimə. Məsələn, süjetli rollu oyunları həyata keçirdə bilərik, səhnəciklər qura bilərik və yaxud da ki, məsələn, kukla teatrı edə bilərik. Uşaqların məsələn məşğələmizin yarımçıq qalmasında biz uşaqlara başa salmalıyıq ki, işıqlar keçsə belə, müəyyən bir problem olsa belə, bu həyatın gedişatına, bizim hər hansısa bir fəaliyyətimizin icrasına problem yaratmayacağını uşağa başa salmaq lazımdır. Hər zaman ideyalar irəli sürməyi uşağa öyrətmək lazımdır. Düzdür müəllimə. Demək, bir dənə də sual verim sizə, Könül müəllimə. Deyək ki, bir valideyn gəlir sizə, deyir ki, ay Könül müəllimə, siz mənim uşağıma yaxşı dərs keçmirsiniz. Mənim uşağımda inkişaf deyilən bir şey yoxdur. Nə oxuya bilmir, nə yaza bilmir, nə bir şey eləyə bilmir. Siz necə müəlliməsiniz? Bax, mənim uşağımda yaxşı inkişaf getmir. İndi mən valideynəm də sizə belə deyirəm. İndi siz məni razı salın da. Ki, mən inanım ki, mənim uşağımda inkişaf yaxşı gedir. Valideynlə yenə də söhbət yolu ilə, əməkdaşlıq yolu ilə çalışaram ki, deyərəm ki, öyrətdiklərimin adını bir-bir sadalayaram ki, soruş ondan rəyləri, təhsilləri,
nə bilim, ümumiyyətlə, yəni bəlkə sənin uşağın evdə danışmır, demir biz nə məşğuluq. Məsəl üçün, rəngli kağızlar, onun portfolisində olan hər işlərini göstərərəm. Nə bilim, vallah müəllimə, olur belə şeylər həqiqətdə. Yəni mən öz elədiyimi deyirəm ki, hansı rəngi bilirmi? Əgər orta qrupdursa, 3 dairəsində, 4 dairəsində sayır, nə bilim, rəngləri bilir, fəsilləri bilir, rəmzlərimizi bilir. Belə suallar verir. Onda sən biləcəksən ki, uşağın bilir, bilmir. Amma başqa nə cürədirsə, o dəqiq bir cavabını bilmirəm. Yəni biz valideynlə təmkinli şəkildə danışmalıyıq. Yəni onu başa düşdüyümüzü, onu yəni ki və belə deyim ki, həm də biz onda bir növ təşəkkür də etməliyik ki, yəni ki, sağ olsun ki, o da uşağı ilə də bir növ maraqlanır. Amma biz inkişaf göstəriciləri var. Bax, müəllimənin dediyi kimi, bayaq Təminə müəllimən də yazmışdı, portfolyosudur, onları da göstərə bilərik. İnkişaf göstəricilərində əvvəl uşaq gəldiyi zaman nə bilirdi, indi nə bilir? Biz bunu valideynə, yəni ki, vərəqləri sübut kimi göstərməliyik. Amma onunla da ki, yəni yaxşı şəkildə danışaraq da, aqressiv şəkildə yox. Sizi başa düşürəm, siz də uşağınızın üzərində çox əsirsiniz, valideynə müraciət edərək, yəni bunu deməliyik. Və bizim uşağın üzərində nə kimi biliklər, bacarıqlar öyrətmişik, onun da gözünün qarşısında öyrəndiklərini, bildiklərini yenidən soruşarıq. Valideyni yəni razı salaram bir növ ki, sənin uşağın artıq valideyn bax bunu bilir. Həm də valideynə də izah etmək lazımdır ki, uşaqların yalnız nə isə öyrənməsi yazı prosesi deyil. Elə uşaq var, yazı prosesini eləyir. Amma bunu da yəni valideynə başa salmaq lazımdır ki, ay əziz valideyn, elə uşaq var, yazı yaza bilir, amma gəl ki, zəruri bacarıqları bilmir. Nəyə necə etmək lazımdır? Hər hansısa müəyyən bir problem olduqda o problemdən necə çıxmaq lazım olduğunu bunları bilmir. Problemli vəziyyətdə hansı situasiya irəli sürülməlidir. Elə uşaq var ki, ayaqqabısının bağını bağlaya bilmir. Elə uşaq var 6-7 yaş var, o uşağı anası yemək yedizdirir. Bunların hər biri bacarıqlardır və bunların hər biri də bağçada öyrədilir. Bu qədər könül müəllimə. Çox sağ olun, təşəkkür edirəm. Siz də sağ olun. Başqa danışmaq istəyən var müəllimələr? Mən əlavə edə bilərəm bir fikrimi bu haqda. Buyurun. Amma əgər məsələn bir 3-4 yaşında uşağın valideyni gəlib məndən tələb edirsə, sən necə dərs keçmisənsə, məsələn uşağım oxuma yazma bilmir də. Mən də başa salaram ki, 3-4 yaşında uşaq oxuma yazma təbii ki bilə bilməz. Çünki onun yaş səviyyəsi uyğun deyil. Onun motorikaları, kiçik barmaq motorikaları tam olaraq inkişaf etmədiyi üçün o yaxşı qələm tuta bilmir, yaza bilməz. Onun daha başa salaram ki, uşaqlar məsələn 4-5 yaşından çox yuxarı uşaqlar yavaş-yavaş oxuma, yazma bilər də. Yəni 3-4 yaşında uşaq bilə bilməz. O ki, qaldı digər inkişaflara, məsələn uşaq say bilmirsə və yaxud da uşaq rəhləri tanımırsa, onda əvvəlki biliyinlə indiki beynini müqayisə edərdim ki, əvvəl məsələn bunları bilmirdi, indi bilir. Əvvəl bunlara məsələn maraq göstərmirdi, indi göstərir. Yəni daha çox mülayim tərzdə danışardım ki, başa salmağa çalışardım ki, tək tərbiyəçilər məsələn dərs keçməklə deyil də, siz də evdə öz uşağınızla məşğul olsanız, biz daha yaxşı nəticəyə gələrik. Doğrudur müəllimə. Həm də ki, nizamnamədə də o qeyd edilmişdi ki, demək bağçada uşaqların yazı prosesi həyata keçirilmir. Çünki uşaqların kiçik motorikaları, barmaq fəqrələri o qədər də inkişaf etmiş olmur. Biz sadəcə hərflərin üzərindən gedə bilərik, barmaqlarımızla hərflər çizə bilərik və sızıqlar çəkə bilərik. Bəli, rəhləyə bilərik. Yəni biz bir növ uşaqları artıq məktəbə hazırlayırıq. Kiçik motorikasını inkişaf elətdiririk ki, bağça dövründə uşaqlar artıq yazı mərhələsinə hazır olsun.
birdən-birə də yəni ki, uşaqları yazı mərhələsinə artıq keçid eləməkdə onlarda da artıq yorğunluq, halsızlıq, dərslərə marağın olmamasına gətirib çıxardır. Ona görə bağçanın uşağın həyatında çox önəmli rolu var. Parta arxasında otura bilməkdir, qələm tuta bilməkdir, karandaşla rəhləyə bilməkdir, əməkdaşlıqdır, çox önəmli rol oynayır. motorikası fiziki inkişafa aiddir də. Biz uşağın bağça dövründə fiziki inkişafını daha yaxşı formalaşdırmalıyıq ki, uşaq məktəbə tam olaraq, tam da olmasa müəyyən qədər olaraq hazırlıqlı olsun. Doğrudur müəllimə, doğrudur. Çox sağ olun müəllimə. Sağ olun müəllimə, buyurun. Başqa danışmaq istəyən müəllimə var, müəllimələr? Yoxdursa müəllimələr, gecəniz xeyrə qalsın. İnşallah hamınızda uğurlar arzulayıram. Müsahibə mərhələsini yaxşı verərsiniz. Xeyrə qarşı müəllimə, çox sağ olun. Sağ olun müəllimə, gecəniz xeyrə. Sağ olun müəllim.